Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, ABŞ-li, Rusiya və Ukraynalı həmkarları Donald Trump, Vladimir Putin və Volodimir Zelenski ilə İstanbulda sülh masasında bir araya gəlməyin ən böyük arzusu olduğunu bildirib. Zelenski Ərdoğanın təklifinə cavab verib. Mən prezident Ərdoğanın Türkiyədə dördlük formatında görüşmək ideyasını dəstəklədim. Türkiyə prezidenti Trump, mən və Putin. Lakin məndə elə təəssürat var ki, bu görüş nəticəsində atəşkəs əldə olunmayacaq deyə Zelenski bildirib.